Mən sizə həyatda olub və canlı bir insanın danışdığın və hal-hazırda bugün yaşayan insanın canlı bir tarixin təmsilçisinin, daşıyıcısının sözünü sizə deyirəm. Deyir, məyus olduq, çox yerlər. Amma görərsən, insan ümidini üzməz ki, Nəsrani da olsa, Xristiyan da olsa, deyir, çox yerlərə gəzdik, ta ümidimizi üzdük ki, bizim balamız, qızımız sağalmaz, şifasını tapmaz. Deyir, Tasuadır, bu gecənin söhbətini eləyirəm sizə. İllər öncə baş vermiş bir hadisəni sizlərə danışıram. Deyir, evdən çıxmaq istədikdə, ta qız da böyüyüb, bir neçə yaşı, 6-7 yaş səhv etməsəm söylir bu yaşa, ta artıq onu qucağımıza da götürə bilmirik. Az yaşlı olanda kiçik çəkiyə görə götürmək olur. Amma harasa gedəndə ya mən qalardım qızımın yanında, ya xanım əvəzləyərdik. Deyir, çıxırdıq evdən çıxanda, deyir, xanım dedi ki, bilmirəm bu şiələrin Əbəlfəzlin adında nə var. Amma eşitmişəm deyirlər, çox müşkülü olanlar, dərdi, hacəti olanlar gedib o qapıdan dərdinin dərmanını alıb. Deyir, dedim, xanım, biz nəsraniyik, biz xristiyanıq, bizi güldürmə, utanc, xəcalət hissi yaşatma. Axı, eşitmədinmi, doktorlar, həkimlər dedi, balığın nicatını tapmazsan, fələzdir, şildir, şifasını ala bilməzsən. Deyir, düşdü xanım ayağıma, yalvara, dedi, nə ola, çox qapılar gedmişik, bu gecə gedək, dəxil düşək Həzrəti Əbəlfəzlin qapısına. Bax, bir xristiyan, ağacan, biz ki, nə nəsrani dörük, nə xristiyan, sənin o aşiq eşqini qəlbində gəzdirən aşiqlərin gəlmişik bu gecə səndən hacətimizi alaq. Allahın sənə verdiyi kəramətlə hacətlərimizi səndən alaq, ağacan. Deyir, qapıdan çıxanda, ta qərar oldu, həm xanım çıxa, həm mən çıxam, ikimiz. Deyir, qızım bir söz dedi, qəlbimi yandırdı. Dedi, atacan, məni də aparın özünüzlə. Ta yaş çox, çəkisi çox, götürə bilmirlər. Dedim, qızım, səbr elə, heyət yaxında idi. Deyir, gedib bir neçə dəqiqəyə qaydacaqdıq. Dedim, qızım, səbr elə, anonla bir neçə dəqiqəyə biz gəldik. Deyir, bir söz dedi, atası qəsriyə danışır. Dedi, bir söz dedi, qəlbimi parçaladı. Dedi, atacan, mən şiləm, fələcəm deyə utanırsınız. Yanınızda aparmırsınız. Məndən xəcalət çəkirsiniz ki, bunun atası, anası, bu belə balası var. Deyir, gəldim, tutdum, bağrıma bastım, qızım, qəlbimi parçalama, axıb, atunam, anum, bilirsən ki, biz bu niyyətdə döyürük. Deyir, qəlbim doldu. Xanım dedi, gedək, ağlaya çıxdıq evdən, gördüm o heyətdə Həzrəti Əbəlfəzlin bir o Rövzəxan rövzəsini oxuyur. Deyir, gəldim o xanımlar tərəfə, deyir, xanımım o uşaq necə iməkləyər? Gəldi onlardan birindən çadır şəb aldı başına. Allah heç kimi atanı, ananı balı ilə imtihana, sınağa çəkməsin. Görərsən, övlad atanı, ananı düşmən qapısına icam belə aparar. Düşməninə belə ağız açar. Allah bizləri o hala salmasın. Deyir, gördüm xanımın, onlardan bir çadır şəb aldı, atdı başına. O balaca uşaq necə iməkləyər? Ana iməkləyə gəldi o Rövzəxanın ayağına yıxıldı. Dedi, ay Rövzəxan, o Həzrəti Əbəlfəzlüzə deyəsən, bir nəsrani xanım gəlib sənin qapıva. Bir xristiyan xanım gəlib sənin qapıva, öz fələc olan, o qızının, şikəst olan qızının hacətini ala, şifasını ala. Sənə söz verirəm, əgər qızma şifa verəsən, mən də dönüb müsəlman olam, dinə gələrəm, İslamı qəbul edərəm. Deyir, xanım ağladı, hönkür. Deyir, gəldim, yapışdım qolundan, dedim, xanım, daha dur, bizim qızımız şifasını tapmaz. Deyir, qolundan tutdum, ağlaya qızımız gözümüzün qabağında, ağlaya xanımı gətirirəm evə. Qapını açanda gördük o fələc olan qızımız ayağa durub. Dedim, qızım, dedi, atacan, niyə gəldiniz? Mənim burada bir əzizə
balaca bir qız qonağım vardı. Dedi, kimdi qızım? Dedi, mən soruşdum, kimsən? Dedi, adım Rüqəyyə, zəmanənin acısı dolub ürəyimə, mənəm o Şəhzadə Əkbərin bacısı, zəmanənin acısı dolub ürəyimə, adım Rüqəyyədir, o Şəhzadə Əkbərin bacısı. Deyir, dedim, niyə gəlmirsən bura? Dedi, məni əmim Əbbas Əbəlfəzli yollayıb bura. Dedi, məni əmim Əbəlfəzli yollayıb bura. Dedi, gedib deyəsən ki, anon gəlmişdi, mənim qapıma dəxil düşmüşdü. Söz verdi, əgər sözmə baxsın, əməl eləsin, mən də İslama gələm. Anova deyəsən, əmim deyir, mən sözmə əməl elədim, siz də sözdə əməl eləyəsiniz. Deyir, o anda uca səslə səsləndik. Əşhədü ən la ilahə illallah və ənə Muhammedən Resulullah və ənə Əliyyən vəliyyullah. O hadisədən sonra biz də İslama gəldik. Biz belə bir kərəmli ağanın bu gecə qonağına, belə bir kəsin qapısına gəlmişik hacət alaq.